Salam dostlar. Bu güzel hələ də çiçək açır. Bir neçə gündür bu ləklə əlləşirəm. Bağda bu ərazi çökəkdir. Çökək olduğuna görə də bura su yığılır, bərk yağışlar olanda. Grunt suları da yaxındadır bu hissədə. Burada məcbur oldum belə bir lək düzəltdim. Altdan bir 2-3 qat qalın kardon yığdım. Üstündən taxta lazım olmayan taxtalar, sonra inişib kəsdim. İğdə budaqları hamısı qurumuşdu. Kardonun üstündən yığdım. Bir neçə gün idi məşğul idim bundan. Az elə daşıyırdım vaxtım olduqca. Bu formada görürsünüzsə əgər kardonun üstündən də taxtalar. Bugün gəldim. Gördüm hava xoşdur. Bura biraz torpaq daşıdım. Artıq xeyli taxta yığmışdım. Səviyyəsi qalxmışdı biraz. Bir 32 vedrə saydım da. Əvvəl 12 vedrə, sonra 10 vedrə, sonra 8 vedrə, sonra da biraz tempim yavaş-yavaş düşdü aşağı. 32 vedrə qum deyəndə ki, qum da deyil, bu cildir. Bir 3-4 il bundan qabaq torpaq sifariş elədim. Gətirdilər, tökdülər həyətə. Sonra baxdım, gördüm ki, qara gündədir də, cildir, cil qarışıq, cüzi də torpaq var tərkibində. Düzdür, indi torpaqdır, gil əslində daha qidalandırıcıdır, ancaq ki, bərk olur da. Az işlədirəm elə. İndi fikirləşdim ki, gətirim bu ləkin içinə töküm onu. 32 vedrə gil daşıdım bura. Tökdüm. Düzülək də böyük alınıb. Sonra da üstündən bu şam yarpaqları var idi. Mən elə hər dəfə harda görəm yığıb gətirirəm. Bu bitkiləri mulç eləmək üçün çox yaxşıdır. Yayda nəmin buxarlanmağının qabağını alır. Bir 3-4 torba var idi. Gətirdim. Onu da tökdüm bura. Gillə bu qarışacaq, gili biraz yumşaldacaq, mən əminəm. Biraz təzədən üstündən xırda çör-çöp atmışam ki, külək bərkisə aparmasın. Planlaşdırıram burada moruq əkim. Bir 4 dənə çox gözəl moruq şitilim var. Hamısının da altında balaları da əmələ gəlib. Ona görə bu ləki biraz böyük elədim ki, əkəndə görüm onları necə ayıra bilərəm ehtiyatla. Bugünü bu işimi burada bitirdim bu qədər. Çox yoruldum sözün düzü. İndi sabahda birində hava xoş olsa əgər, gəlib yenə də bura biraz gil tökəcəm. O torpaqdan tökəcəm, gil deyirəm elə. Ki səviyyə düzəlsin biraz. Ancaq moruğun özünə əkəndə artıq münbit torpağım var. Ondan tökəcəm, sonra moruğu əkəcəm. Çünki bu hələ biraz bir-birinə qarışana qədər, çökənə qədər xeyli vaxt lazımdır. Sözün düzü, əvvəl istəyirdim ki, tez əkim moruğu. İndi görürəm ki, yox, bunun üstünə bir 3-4 dəfə yağış yaxsın eləsin. Biraz çöksün, sonra. İndi baxacağım. Düzdür, bir neçə gün bundan qabaq çoxlu yağış yağdı. İndi yenə yağacaq, yağmayacaq, o bizdə məlum deyil. Azərbaycanda bilirsiniz də.
Xüsusilə də Abşeronda yağış yağmağı biraz problemdir. Bütün yağış buludlarını külək götürür aparır dənizin üstündən o üzə. Yağış yağsa, biraz bura çöksə, bəlkə elə payızda əkdim moruğu. Yox, əgər mən istədiyim kimi olmasa, yazda əkərəm. Allah qoysa, torpaq işini qutarandan sonra burada yanlarını da kərpiclə hördürəcəm ki, daha bu münbit hissə heç yerə axıb getməsin. Çünki fərq çoxdur. Bağın hündür hissəsi ilə buranın arasında bir 70-80 santimetr fərq var. Belə. Bu kərpiclərdən bəlkə gətirdim. Bunlarla yanlarını hördüm. Ya özüm, əgər özüm bacarmasam, bir usta tapıb bunun yanlarını hördürəcəm ki, axmasın heç yerə. İniş il kəsdiyimiz idə, tut ağaclarının budaqları burada xeyli işmə yaradı. Çox yaradı, xeyli yox, çox yaradı. Özdə bu lək tək deyil. O bir tərəfdə də 2 dənə belə uzun bir lək düzəltmişəm. Allah qoysa bir dəfə də onu çəkib sizə göstərəcəm. Bu il əkdiyim evkaliptidir. Arada bir yarpaqlarını o birilər kimi bu da tökdü. Dedim vəssalam, bu qurudu. Bunu özüm burada gətirib çökək yerdi bura. Biraz nisbətən çökəkdi. Əkdim ki, eşitdiyimə görə evkalipt suyu yaxşı çəkir, buxarlandırır. Yarpağın tökəndə qorxdum. Dedim, yəqin buna da quruntu suları pis təsir elədi. Ancaq yox, sonradan yarpaqladı. Belə başa düşdüm ki, bu düz günün altındadır. Bütün günü günün altında olmağı yəqin ki, sevmir. Ancaq ümid edirəm ki, özün tutubsa, artıq buna heç nə təsir eləməz. Belə dostlar, görüşərik.